Son günlərdə dostlarımın biri bəzi məsləhətlər mənə göndərdi. Hərəkatın genişlənməsində fikir önəmlidir dedi. Yeni fikirlərin üretilməsi önəmlidir dedi. Bu əsasda o dostumla paylaştığım fikirləri sizlə də paylaşmaq istəyirəm. Fikri kim istiqamətli olsun, ona görə ehtiyac hissi olsun. Sən bir şey ehtiyac hiss eləyəndə gedib onu öyrənərsən. Ehtiyac hiss eləyəndə oxuyarsan onun haqqında. Yəni önəmli olanı o ehtiyacdır. Əlbəttə ki, fikir önəmlidir. Yəni bu fikirdir ki, insanlığa cəlb edir. O düz sözdür. Çox düz sözdür. Amma bir aksaqlıq var orada. Mən ona təkid eləmək istəyirəm ki, o olmayınca bu olmayacaqdır. Yəni fikir məsələsi əməllə bir türlü bir əlaqədə, irtibatda olmasa toplumda nəticə verməyəcək. Toplumda yankısı olmayacaq. Yankı, pejvat. Yəni siyasətdə çox çarpıcı formada bir şey var. O da budur ki, mən əgərsə səslənirəm, uca səslənirəm, bağırıram filan, amma məni yalnız 1 milyonluq toplumda məsələn 100 nəfər eşidir. Və ya yox, həman səsi, həman bağırma edirəm, amma onu yarım milyon eşidir. 1 milyon toplumu nəzər. 100 nəfər eşitsin mənim səsimi və ya yarım milyon eşitsin mənim səsimi. Onun təsiratı nədir? Yerdən görəcəm da. O ki 100 nəfər eşidir səsi, də mən o toplumda təsirgüzar bir fikir deyirəm. Yəni fikir yayılmayla, meydanda olmaqla, geniş yaymaqla bərabər olmasa yalnız fikir yetərli deyil. Çox gözəl dünyada fikirlər var ki, heç eşitməyib onları. Bəlkə 50 nəfər, 100 nəfər, 200 nəfər, 500 nəfər, 1000 nəfər, hətta 1 milyon nəfər dünyadan danışırlar. Dünyada 1 milyon bir fikrin danışılsa, o fikir hələ dünyaya tanış bir fikir deyildir. Yəni o fikrin yankısı dünya toplumunda yox. Amma indi sən bax gör, məsələn deyək, Elon Musk nə oldu? Dünya nədir oldu onu tanır. Yəni o yankı, Elon Musk vardı. Amma Elon Musk filan fabrikaya, filan teknolojiye tapmasaydı ve o teknoloji dünyada onun ihtiyacı hissi olmasaydı, bu zərurətlər metre olmasaydı Elon Musk adında bir şey yoktu ama Elon Musk vardı. Siyaset alemi kuzusudur. Birbirimize katılmalıyız, bir arada olmalıyız ve bir arada olmamızdan geniş ses yaratmalıyız. Dalga yaratmalıyıq. Onun adı siyasette siyasi otoritedir. Yani bir daha siyasi təşkilat, yani bir siyasi toplum. Yığışanda bir yere, mesela biz 10 nəfər olsaq bir səsimiz var. 100 nəfər olsaq ayrı səsimiz var da. Eğer bir nəfərin səsini 10 nəfər eşidir, 100 nəfərin səsini 1000 nəfər eşidər. 1000 nəfərin səsini isə daha çox nəfər eşidir. Yəni çarpıcı formada gedirsə. Ona görə siyasi otorite lazım. Yəni nə mənə bir mərkəzə yığışmalıyıq. Bir arada olmalıyıq, bir səsi səsləndirməliyik. Hizb-i Demokrat Azərbaycan. Bunu deyilsənsə, bunu 5 nəfər desə bir səs olar, amma 1000 nəfər olanda necə olar? O 1000 nəfər lazımdır. Yəni səsləndirsin. Yəni 10 ilin içində 1 milyon adam bilsin. Amma fikirlə ki, o fikir 1 ilin içində o qədər insana yayılsın. Yəni az olsan, uzun zaman sürəcək sən gəlsin, 10 milyona yetişəsən. Amma tedadın çox olsa, çox sürətlə 10 milyona yetişəcəksən. Onun adı otorite siyasıdır. Yəni kəmiyyətlər yığışıb, tedad yığışıb, nəfərlər 10 bin nəfər yetişəndə orada keyfiyyət əldə olubdur. Yəni kəmiyyətdən qutulub, keçib keyfiyyətə 10 bin nəfər bir daha səsi səsləndirir, istər istəməz onun səsi və onun yankısı çox güclüdür. Yoxsa mən bağıracağım 10 nəfər, 50 nəfər, 100 nəfər eşidəcək. Nə zamana qədər bu 100 nəfər, 1000 nəfər olacaq? 10 il çəkəcək. Halbuki sən 1000 nəfər olsan 10 gündə o səs yaracaqsan o topluma. Çünki zaman həyatı rol oynayır bu arada. 10 gündə onu yaysan nə olar? Sən topluma sürət versən. 10 gündə bir şey yaymaqla 10 ildə bir şey yaymaq bir mi nəticəsi? Və o təsirgüzar bir hərəkət olacaq. Yəni fikir deyil, yalnız fikrin yankısıdır. Siyaset değil, yalnız otorite siyasıdır ki o fikri geniş vasıtada yarı toplumda. Otorite siyaseti nədir? Kəmiyyətlərin çoxalması bir mərkəzdə və o keyfiyyətə çevrilməz. İndi biz 1 milyon üzvümüz olsaydı, İran toplumda 80 milyonluq ya da 1 milyon bir şey də yəni. 1 milyon bizim üzvümüz olsaydı, bizim ağzımızdan bir daha söz çıksaydı, onun yankısı bir günün içinde dünyada yankı yaratıp dünyaya o mesajı çatdırardı. Yaxşı, aksaqlıq nədir bizim hərəkətimizdə? O otoritenin ve o keyfiyyətin olmaması zərurətlərdən biri də budur ki, bir otorite düzəlsin, bir də o otorite düzəltmənin üçün
media düzəltməlidir. Media o fikri yayılsa, yəni o evlərə ki, sənin əlin çatmır, onlara çatacaqsan və o vasitələ daha çox güclənəcəksən. Yəni sən gücləndikcə medianı əldə edə biləcəksən. O medianı əldə edə biləcəksən, o 2000 nəfər ola bilər, 20.000 nəfər olsun bir gecənin içində. Hətta deyənin bir gecənin içində. Bir dənə siyasi ideologiya ilə. Görürsən ki, yalnız fikir deyil orada. O fikir lazımdır, amma yetərli deyil, yəni kafi deyil. İndi görsən öz şəxsi məsuliyyətin nədir? Təşəkkürlər.